Salam, mən Bağırova Gülsayra, 21 yaşım var. Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə təhsil alıram. Bununla yanaşı bəstəkarlıqla da məşğul olmağa çalışıram. Həmçinin beynəlxalq müsabiqələrin və respublika müsabiqələrin laureat və diplomatıyam. Uşaqlıqdan musiqiyə olan marağım, ailəmin və xüsusən də babamın dəstəyi ilə musiqini davam etdirdim. Ən sevdiyim musiqi janrı cazdır. Bakalavr təhsilimdə 6 ay müddətində Estoniya Musiqi və Teatr Akademiyasında təhsilimi davam etdirdim. Könüllülük proqramları ilə tanış idim, lakin sənətimiz daimi məşq tələb etdiyindən bu proqramlara vaxt ayırmaq barəsində çətinliklər çəkirdim. Sonra isə Asan Könüllülərin tədbirində iştirak etdim və proqramda nə qədər maraqlı, nə qədər fərqli fəaliyyətlərin olduğunu gördüm. Sonra mən də qərarlaşdırdım ki, mən də Asan Könüllüsü olum. 2023-cü il tarixində mən də 4 sayılı Bakı Asan Xidmət Mərkəzində könüllülük fəaliyyətimə başladım. Bu fəaliyyətim boyunca maraqlı tədbirlərdə iştirak edib fərqli təcrübələr qazandım. İstedadlı könüllülərimizi tanıyaq rubrikası çərçivəsində Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Şəfiqə Axundovaya həsr olunmuş rubrikanı sizə təqdim edəcəm. Şəfiqə Axundova Şöhrət ordeni laureatı və Şərqdə ilk opera yazan qadın bəstəkarı idi. Şəfiqə xanım Üzeyir Hacıbəyovun tövsiyəsi ilə Hacı xan Məmmədovdan, Ağabacı Rızayevadan tarın sirlərini öyrənir və beləcə uğurlu təhsilə yol başlayır. Şəfiqə xanım 600-ə yaxın mahnının müəllifidir. Bunlarla yanaşı tamaşalara musiqi də bəstələmiş, eləcə də çox mürəkkəb bir janra müraciət edərək Şərqdə ilk opera yazan qadın kimi tarixə düşmüşdür. Son olaraq bu şəraiti yaratdığı üçün Asan Xidmət Mərkəzinə və Asan Könüllülər Təşkilatına təşəkkür etmək istəyirəm və hər kəsi mədəniyyətimizi və milli dəyərlərimizi qorumağa səsləyirəm.